Demək, 24-cü sualda deyir ki, SJV alqoritminə görə, short stroke first alqoritminə görə, short stroke first alqoritminə görə average waiting time tapın, yəni ortalama gözləmə müddətini. Burada arrival time to the query, yəni sıraya növbəyə çatma vaxtı bunlardır. Execution time da bunlardır. İndi short stroke first nədir? Ən birinci qısa olan iş görülür və bu preemption alqoritmində. Preemption o deməkdir ki, necə başlayalım? Tutaq ki, növbədir, kassa növbəsidir. Burada bir dənə kassir var. Burada adam gözləyir. Bunun əlində 7 saniyəli iş var. Bura bir dənə də adam gəldi. Onun əlində də 1 saniyəli iş var. Hazırda bu 7 saniyəli işi olan adam kassir bunun mallarını vurur. Kassir bu 7 saniyəli işi olan adama deyir ki, Əhməd olsun məsələn bunun adı, çəkil qırağa, qoy bu 1 saniyəli işi olan adam gəlsin də, bunun işi azdır. 1 saniyəli işi olan adam işini tez görür, çıxır. Sonra 7 saniyəli işi olan adamı təzdən geri çağırır. Yəni, burada iş gedə-gedə bunu qırağa çəkib, qırağa dediyim şey əslində rama çəkib, bu düzdür, bunu bilməyə lazım deyil, amma yəni belə bir genel kültür. Rama çəkib, daha qısa olanı görüb, sonra Əhmədi təzdən ramdan çağırır ki, gəl sənin işində görüm, get. Preemption bu deməkdir, yəni əməliyyat vaxtı, iş vaxtı dayandırıb qırağa ata bilir, rama ata bilir. Demək, burada indi yazacaq bu sual yüngül çətin sualdır. 0-cı saniyədəyik. 0-cı saniyədə P0-dan P3 var. P0-ın neçə saniyəsi var? 6 saniyəsi var. P0-ın əvvəl 6 saniyəli işi var. P3-ün neçə saniyəli işi var? P3-ün də 5 saniyəli işi var. Sonra nə olur? Sonra gəlirik. Hansı P1 ikinci saniyədə gələcək, P2 6-cı saniyədə. İkinci saniyə olur. İkinci saniyədə nə olur? İkinci saniyədə, bu arada 0-cı saniyədə hansını seçir? P3-ü seçdi. 0-cı saniyədə hazırda P3-ün işi azdır deyək, P3-ün işini görməyə başladı. İkinci saniyə gəldi. İkinci saniyədə P0-ın hələ də 6 işi var. 6 saniyəli işi var. P3-ün 3 saniyəli işi var. Çünki niyə 3 saniyəli işi var? Çünki artıq 2 saniyəli işini gördü də. Və ikinci saniyədə qatılır P1. 2 saniyəli işinə. P1-in də 2 saniyəli işi var. İkinci saniyədə kassir yenə durur, düşünür, gör ki, P1 gəldi, işi daha azdır. P1-i götürdü. 4-cü saniyənin sonunda nə olur? P0, 6, P3, 3. 4-cü saniyənin sonunda P1-in işi qutarır. Və təzə heç kim gəlmir. Çünki də P2 6-cı saniyədə gələcək. P1-in işi qutarır. Burada kimi götürər? 6 saniyəli iş var, 3 saniyəli iş var. 3 saniyəli iş olan götürür P3-ü. 6-cı saniyədə nə olur? 6-cı saniyədə P0, 6, onu düzgün yazaq, 6 yoxsan yazaq. P0, 6, P3, 1. P1 yoxdur ki, P1 qutarır. P1 4-cü saniyədə qutarmışdı. 6-cı saniyədə nə olur? 6-cı saniyədə P2 gəlir, x saniyəli işi ilə. X də 7-dən böyük dəyər almalıdır. 7 deyək, ən minimum dəyərdir. 7 və ya daha böyük dəyərlər alır. P2 gəlir 7 saniyəli işi ilə. 7 və ya daha böyük, 7. P2 lap ən aşağı dəyərini belə alsa, 7-ni belə alsa, P0-dan yenə böyükdür. Bu üçü arasında nə olur? P3 işini görür. 7-ci saniyədir. P0, 6, P3 qutardı. P2 7 və ya daha böyük. P2 x-in qiymətidir.
Hansını seçəcək? P0'ı seçəcək. Çünki P2 x-dir və 7-dən böyükdə minimum 7-ni ala bilər. P0'ı seçir. 13-cü saniyə gəldi. 13-cü saniyədə nə oldu? P0'da qutardı. Və P2 var 7. Ancaq P2 qaldı. Sıra dağıldı. Gecənin saat 12-sidir. P2'ni də yola salır, bağlayır dükan. P2'ni də yola salır, məsələ bitir. 20-ci saniyədə hər şey yekunlaşdı. İndi gözləmə vaxtlarını hesablayaq. Demək, 0-cı saniyədə gözləmə vaxtlarını nətər hesablayaq? Bura bir dənə narıncı ilə yazaq. P0, P1, P2, P3. Bunu biraz balacalaşdıraq. 0-cı saniyədə. 0-cı saniyədə P0 2 saniyə gözləyir. Çünki 0-2 arası P0 2 saniyə gözləyir. P0-2 arası P0 var və 2 saniyə gözləyir. Okay. 2-4 arası P2-4 arası 2 saniyədə P0 gözləyir, P3 gözləyir. P0 daha 2 saniyə gözləyir. P3 2 saniyə gözləyir. 4-6 arası. 4-6 arası P1 nəsə oldu? İnşallah cəhmədi xəyr. 4-6 arası P0 P1 artıq qutardı. P0 2 saniyə daha gözləyir. 4-6 arası. P0 2 saniyə daha gözləyir. 6-7 arası 1 saniyə. P0 gözləyir, P2 gözləyir. P0 1 saniyə daha gözləyir. P2 1 saniyə gözləyir. 7-13 arası hər şey qutardı. P2 gözləyir bir dənə. P2 7-13 arası 6 saniyədə gözləyir. Vəssalam. P1 niyə yazmadıq? Çünki P1 diqqət yetirsəz, P1 elə ikinci saniyədə gəlir. Gəldiyi kimi işə ən azdır deyə gəlin bir dənə atıram çörəklə su alıb deyə. Dərhal bunu sıranın qabağına qoyurlar. Elə işin qutarır, gedir, heç gözləmir. P1'də 0 saniyə gözləmiş oldu. Total olaraq P0 7 saniyə, P1 0 saniyə, P2 7 saniyə, P3 2 saniyə gözləmiş oldu. Bunların da bizdən averajını istəyir. Çünki şərtdə deyir average waiting time. Bunların da ortası 7, 7, 16, 14, 2, 16 bölünsün 4 dənədir. 4 saniyədir. Cavab 4.